Bir insan, bir toplum, xalq deyək, öz həyatından razı deyilsə, onu dəyişməlidir. Yəni şikayət edib durmağın əhəmiyyəti yoxdur. Və bunun üçün də ay Allah, bizə lider ver, kimsə gəlib mənim həyatımı xilas eləsin, belə dua etməməlidir. Həmin insan, həmin toplum Allaha, Tanrıya dua etməlidir ki, ay Allah, mənə həyatımı dəyişmək üçün güc və cəsarət ver. Bax, o cür toplumlarda mütləq dəyişimlər olur. Çünki düşüncənin gücü kimi güclü bir şey yoxdur və Allah da bizə həyatımızı dəyişmək üçün bir işıq güc də göndəribdir. Bu da bilgidir. Amma biz hər şeyin rahatına qaçan toplumuq. Elə ruslar da. Məsələn, ruslar bir videonun altında şikayətlənirdilər ki, yəni orada vəziyyət dəyişəcək, lider yoxdur, falan filan və bir Ukraynalı ora gəlib gözəl bir rəy yazmışdı. Rusca yazmışdı, amma mən sizə onu Azərbaycanca tərcüməsini deyim. Və o Ukraynalı yazır ki, biz Ukraynada xalq olaraq meydana tələbələrin döyülməsindən sonra çıxdıq və lidersiz. Və orada 3 ay dayandıq. Hətta bizə atəş də açdılar. Və azad olandan sonra özümüzə lider seçdik. Amma xüsusi millət üçün, xalq üçün bunu dırnaqçıqda yazıb, mütləq çoban lazım olur. Yəni, ruslara yazıb bunu, ruslara ünvanlayıb ki, yəni siz özünüzü xüsusi xalq sayırsınız, sizə deməli çoban lazımdır. Bəli, bu Ukraynalı düz deyir. Ukraynada 2004-də, 2013-14-də, hətta 2025-də müharibə dövründə belə maydan oldu. İnsanlar narazı olduqları şeyə etiraz eləməyə çıxdılar. Onlar necə çıxırlar meydana? Qəşəngcə telefon var. Bir-birinə yazırlar və çıxırlar. Yəni, bunu öyrənməliyik. Bunu öyrənmədən biz heç vaxt azad ola bilməyəcəyik. Özdə bizdə yağış olanda, soyuq olanda çıxmaq istəmirdilər insanlar mitingə. Hansı ki, o stadion mitinglərində də mən iştirak etmişəm. Dedim, bu xalq ağla gələr, bir gün çoxalar. Yox, onda babat dolanırlar deyə çıxmadılar. İndi də çıxacaq yer bulmurlar, amma özünüz çıxmalısınız. Necə ki, Ukraynalılar noyabrın 21-dən fevralın 21-nə kimi. Deməli, 2013-cü il noyabrın 21-i, 2014-ün fevralın 21-nə kimi meydanda durdular. Neçə ay olur? Dekabr, yanvar, fevral. Bəli, adamın yazdığı kimi 3 ay o soyuqda meydanı tərk etməyiblər, ta ki Yanukoviç çıxıb gedənə kimi. Və həmin maydanda 2442 nəfər zərər çəkib, 104 aktivist öldürülüb, 17 nəfər də polisdən öldürülübdür. Yəni, azad olmadan lider də seçə bilməzsən, azad olmadan heç bir şey olmayacaq. Azadlıq üçün də qan tökülməlidir.